Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibete lil muttaqin ve sallallahu ala Muhammeden ve alihi tayyibin tahirin. Ve la'netullah ala a'daihim ecmaîn. Allahümme accel velikel ferac. Deməli əzizlər, məhdəviyyət mövzumuzun, bəhsimizin davam olaraq ki, biz məsumlardan rivayətlər qeyd etdik ki, Əhl-i Beyt əleyhissalam bir bu işin baş verməsi haqqında, yəni qeybin baş verməsi haqqında bizə öncədən məlumat veriblər. Və hətta bundan da irəli olaraq qeybin uzun müddətli olması haqqında da məlumat veriblər. Məsələn, mərhum Şeyx Sadıq rəhmətullahi aleyh Kəmaləddin və Təmam-ı Ni'mə kitabında Abdullah ibn Abbasdan nəql edir ki, Peyğəmbər sallallahu bu cür buyurmuşdu ki, Qaim-i Əhl-i Beyti və Mehdiyyun ümməti əşbəhun nas bi fi şəmailihi və əqvalihi və əfalihi yəzhər bə'də qeybətin tavilətin və hayretin modellətin. Həzrət buyurur ki, insanlar arasında, görünüşdə, danışıqda, rəftarında mənə ən çox oxşar Əhl-i Beytimin qaimi və ümmətin məhdisidir. O uzun bir qeyb dövründən və zəlalətə aparan çaşqınlıqdan sonra zahir olacaq, yəni zuhur edəcək. Hətta başqa bir rivayətdə ki, yenə Şeyx Sadıq rəhmətullahi aleyh Yunus ibn Əbdurrahman sənədi ilə İmam Kazım əleyhissalamdan nəql edir ki, deyir, imamın yanına daxil olub imamdan sual elədim ki, Əsiyəblə Rəsulillah, qaim sizsiz. İmam dedi ki, mən haqq uğrunda qiyam edən şəxsəm, ancaq yer üzünü Allahın düşmənlərindən təmizləyib, zülmlə dolduğu kimi ədalətlə bərpa edəcək qaim mənim 5-ci nəslimdən olan övladımdır. Canı üçün təhlükə olduğu üçün qeyb dövrü uzun olacaq. Bu dövrdə bəziləri dinindən çıxacaq, bəziləri dinində möhkəm qalacaq. Sonra imam buyurdu ki, xoş olsun bizim şiələrimizin halına, qaimimizin, Əccəlallah fərəcəhin qeyb dövründə bizim ətəyimizdən yapışanlara ki, bizimlə dostluğunda möhkəm və düşmənlərimizə qarşı da olanlara. Onlar bizdəndir, biz də onlardanıq. Onlar bizim imamətimizə razıdırlar və biz də onların bizim şiəmiz olmağına razılıq verdik. Xoş onların halına imam 2 dəfə bunu təkrarlayır. Deyir, and olsun Allaha ki, qiyamət günündə onlar bizim məqamımızda, bizimlə eyni dərəcədə olacaqlar. Yəni bizimlə qonşu olacaqlar, yan olacaqlar. Bu mənada bizdən aynı düşməyəcəklər. Və bəzi hədislərdə də qeyd olunur ki, qeyb 2 dəfə olacaq. Yəni imamın qeybi bir dənə yox, 2 dəfə olacaq. Yəni uzun müddətli olması aydın məsələdir ki, 2-ci qeyb dövrünə aiddir. Və məsumlar bu haqda bizə məlumat verir ki, uzunluq olması 2 rivayətdə bizə kifayət edər ki, bilək ki, Əhl-i Beyt əleyhissalam bizə məlumat verir ki, uzun müddətli qeyb olacaq. Və hətta şübhələr atılsın deyə, bəli, hədislərdə qeyd edəcək ki, biri qısa, birincisi, yəni ikincisi uzun olacaq ki, bunu da ayırırlar məsumlar. Bəzilə deyək ki, bəlkə də birinci uzundur, misal. Bu bir dəfiyə aiddir və s. Yox, amma məsələn, İshaq ibn Əmmardan mərhum Şeyx Kuleydi rəhmətullahi aleyhin bir rivayəti var ki, İmam Sadiq əleyhissalamdan buyurur ki, qaim Əccəlallah fərəcə 2 dəfə qeybə çəkiləcək. Biri qısa olacaq, digər uzun olacaq. Birinci qeyb dövründə xüsusi şiələrdən başqa heç kim onun yerini bilməyəcək. Çünki imamın seçdiyi şəxslər var ki, yalnız onlar bilir imamın yerini. Digər qeyb dövründə isə xüsusi şiələrdən və onun, yəni xas şiələrdən və onun yaxınlarından başqa heç kim onun yerini bilməyəcək. Hətta Şeyx Dosti rəhmətullahi aleyh Əl-Qeybi kitabında Əbdüllah Əladan nəql etdiyi başqa bir hədisdə deyir ki, İmam Sadiq əleyhissalamla birgə edib Mədinə şəhərindən xaric olduq və Ruha adlı bir məntəqəyə getdik. Deyir, ora çatanda Ruha da təqribən Mədinədən 40 mil məsafədə olduğu qeyd olunur mənbələrdə. Deyir, imam oranın dağı ilə üz-üzə dayandı, diqqətlə baxdı, mənə dedi ki, bu dağı görürsən, bu Fars əyalətinin dağlarından olan Rəzəvi dağıdır. Allah bizi çox istədiyindən onu bura gətirdi. Orada ağac var. Deyir, imam 2 dəfə ki, bəs mərrəteyn 2 dəfə belə dedi ki, ora qorxusu olanlar üçün ən yaxşı sığınacaqdır.
Bu işin sahibinin iki qeyb dövrü var. Biri qısa, o birisi ise uzundur. Və həmçində Kəmaluddin və Tamamül Ni'mədə Həsən ibn Muhammeddən nəql olunur ki, o da İmam Həsən Əskəri əleyhissalamdan nəql edir ki, bu oğlum ağanı göstərir ki, Həzrət Hüccəti məndən sonra qaimdir. O həmin şəxsdir ki, onda uzun ömürlülük və qeybət çəkilmə kimi peyğəmbərlərə aid xüsusiyyətlər var. Bu müddətin uzun olması səbəbindən ürəkdə çətinliyə düşəcək və Allah imanı qəlbinə yazdığı və özündən ona ruhla təsdiq etdiyi şəxslərdən başqa kimsə ona olan etiqadında möhkəm olmayacaq. Və həmçində mərhum Şeyx Tusi Əl-Xeybədə Muhaddad ibn Ömərin sənədi ilə İmam Sadiq əleyhissalam nəql edir ki, ağa buyurub ki, bu işin sahibi, yəni sahibül həzil əmr mənası budur ki, yəni qeybin sahibinin qeybətəyin iki dənə qeybi var. İhdahuma onlardan biri uzundur ki, bəziləri onun haqqında ölüb deyəcək, ya öldürülüb deyəcək, ya bəziləri çıxıb gedib deyəcək. Və az sayılı tərəfdarlarından başqa heç kim onlara etiqad etməyəcək. Övladlarından heç kim onun yerini bilmir. O ki qalmışdır, başqaları bilsin, onun yerini yalnız əmri əlində olan Mövlası bilir. Ki, o Mövla da təbii ki, kim? Allah təbarək və Teala. Və başqa bir hədisdə Şeyx Kuleyni rəhmətullahi aleyh Əli ibn Cəfərdən nəql edir ki, deyir, Əli ibn Cəfərdən ki, qardaşım İmam Kazım əleyhissalam buyurdu ki, 7-ci imamın 5-ci nəsli gözlərdən itdiyi zaman, yəni qeybə çəkildiyi vaxt Allahın dinindən möhkəm tutun. Və nə barədə ki, kimsəsi dinimizdən ayrı. Əziz övladım, bu işin sahibinin 2 dəfə qeybi olacaq və bu dövrdə yəni mütləqdir. Bu dövrdə etiqad məsələlərindən bəhsi ondan əl çəkəcək və Allah tərəfindən bəndələr üçün bir sınaqdır. Əgər atalarınız və böyükləriniz bundan daha düzgün birini tanısaydı, ona iman gətirərdi. Deyir, mən də dedim ki, ey ağam, ey seyyidim, 7-ci imam 5-ci nəsil kimdir? Deyir, imam dedi ki, ey övladım, düşüncələriniz bunu dərk etməkdə acizdir. Amma əgər sağ qalsanız, onu tezliklə taparsınız, yaxud görərsiniz. Və həmçinin bir dəstə hədislərdə də gəlirdi ki, bu hədislərdə qeyd etdiyimiz kimi, hətta bəzilərində ki, insanların artıq zuhura inamı qalmayacaq, çoxluğu. Məsələn, Şeyx Nurmani rəhmətullahi aleyh Əl-Qeybədə nəql edir ki, Zaidə bin Qudamə İmam Sadiq əleyhissalam nəql edir bir kəlamda deyir ki, qaim qiyam etdiyində cəmaat deyəcək ki, bu haradaydı? Onun ki, sümükləri çürümüşdü. Yəni, onun artıq yoxluğuna etiqad edirdilər. Hətta Əbu Carudun nəql edir bir rivayət var ki, İmam Baqir əleyhissalamdan ki, deyir, İmam dedi ki, ey Əbu Carud, gün gələcək cəmaat deyər ki, qaim dünyadan köçdü, vəfat elədi, həlak oldu, onun hara getdiyi məlum deyil. Hətta onun zuhur etməsini istəyənlər belə deyəcək ki, haradaydı? Axı, sümükləri də çürümüşdü. Bax, bu zaman deyir, onun zuhuru üçün ümidvar olun və onun qiyam etdiyini eşidən zaman hətta qar və buzların üstündə sürüşməklə də olsa onun yanına tələsin. Yəni, çətinliklə də olsa çalışın ki, imama qoşulun. İmam Həsən Əskəri əleyhissalamın şəhid olmağı ilə İmam Zaman Əcəllah Fərəcəhin qeyb dövrü ki başlayır. Qeyb dövrün başlanması bir sıra sualların meydana çıxmağına səbəb oldu. Yəni sualların bir qismi qeybin mahiyyəti ilə bağlı idi. Yəni qeybə çəkilmək nədir və nə cür baş verir ki, yəni bu cismanidir. Yer üzərindən qalxıb səmalara mı, yoxsa adi insanlar kimidir, insanlarla aralıqdadır, ortamdadır yəni. Yəni imamın qeybə çəkildiyi yer özü də müzakirə mövzusu olan suallardan biri idi ki, görəsən xüsusi və əvvəlcə nəzərdə tutulan bir yerdən qeybə çəkilir, yoxsa qeybin çəkilməsinin elə səbəbi özüdür, nəyə ki, onun harada baş verməsi. Yəni qeyb dövrü müddəti və onunla bağlı məsələlər, bu suallar ki var idi, elə əvvəldən də insanlar arasında mövcud idi və ki mahiyyət olaraq cəmaat arasında tarix boyu da olubdu bu suallar. Nə vaxt bitəcək, nə vaxt baş verəcək, insanlar nə vaxt imamla ünsiyyətə girəcək və s. Diqqət olunan budur ki, məsələn, İmam Mehdi Cəvab Fərəcəhin insanların gözdən itməsi nə deməkdir? Yəni Allah Teala onun yer üzərini uzaq bir yer aparır ki, insanlar üçün əl çatmazdır. Yoxsa insanların arasındadır, amma ilahi qüdrətlə o görünmür.
Yaxud cəmiyyətdə insanlar arasında yaşayır, insanlar onu görür, amma tanımır. Təbii ki, burada məsələ nədir? İnsanların arasında deyil, insanların arasındadır. Yəni, mahiyyət buna çıxır da. İnsanların arasında da amma görünür, görünmür. İnsanların arasındadır və görünür, lakin tanınmır. Ki, buradan hətta hər üç ehtimalı verə bilərik. Çünki dünyada bunlar baş vermiş bir şeylərdir. Məsələn, Quran-ı Kərimdə İsa Aleyhisselam məsələn, nədir? Birinci dediyimiz ehtimal insanlar arasında deyil, ehtimallı olubdur. Düz deyil. Quran deyir ki, وَمَا قَتَلُوهُ يَقِينَ بَلْ رَفَعَهُ اللّٰهُ إِلَيْهِ. Onlar İsa Aleyhisselam'ı öldü bildiler. Ki onlar, amma əslində onlar nə öldürdülər, nə də çarmıxa çəkdilər. Əslində Allah onu öz yanına ucaltdı, dərgahına qaldırdı. Məsələn, ikinci məsəl üçün ehtimal, üçüncü ehtimal dediklərimiz də misal çəkib olaraq Quranda ki, Yasin surəsi 9-cu ayəsi və cəəlnə min beyni əydihim sədən o min xalfihim sədən fəxşəynəhum fəhum lə yubsirun. Ki, biz onların önlərindən arxasına sədd çəkib, bağlamışıq, ona görə də görmürlər. Ki, təfsirlə bağlı da Abdullah ibn Məsuddan gəlir ki, Qureyş cəmaatı Peyğəmbər sallallahu evinin qarşısında toplaşıb, Peyğəmbər sallallahu evdən çıxaraq bir oğuz torpağı onların üzrə səpir, onlar Peyğəmbər sallallahu görmürdülər. Həmçinin İbn Abbas nəql edir ki, Qureyşlər toplaşaq deyə gəlir Məhəmməd Peyğəmbərliyə sallallahu aleyhi və aleyhi daxil olmaq istəsə, hamılıqla onun qarşısını kəsəcək. Demək, Peyğəmbər sallallahu evə daxil olur, Allah onların gözlərinin önünə və arxalarında bir sədd çəkir. Ki, onlar Peyğəmbər sallallahu görmürlər. Orada namaz qılır, onların yanına gələrək üzərlərində bir oğuz torpaq səpir. Oradan keçdikdən sonra Qureyşlər toz torpağı görüb deyirlər ki, bu həmin o İbn Əbu Kəbəşənin sehridir. Yəni Peyğəmbər sallallahu. İbn Əbu Kəbəşə də niyə deyirdilər Peyğəmbər sallallahu? Bu adam Xuzaha adlı bir qəbilədən kişi idi, bütpərəst deyildi. Qureyşin bütpərəstliyinə qarşı da danışırdı. Ona görə də Peyğəmbər sallallahu cəmaatı təvhidə, dinə dəvət edəndə o adam bütpərəstliyi də inkar elədi. Qureyşlər də Peyğəmbər sallallahu ana tərəfdən Peyğəmbərlə qohum olan həmin o kişiyə bənzətdirirlər. Yəni oxşadırdılar. Həmçinin Təbəri də, məsəl üçün, təfsir kitabının 12-ci cildində orada gətirir Əbu Cəhildən ki, əgər Məhəmmədi görsən filan şeyi edəcəm. Deyir, sonra ayə nazil olur. Ayə nazil olandan sonra Qureyşlər Əbu Cəhlə deyirlər ki, bu Məhəmməddir. Ancaq o dedi ki, Məhəmməd haradadır? Yəni Əbu Cəhl onu görə bilmirdi. O cür Allah Teala bir sədd çəkmişdir. Həmçinin mümkündür ki, məsələn, Quran-ı Kərimdə Allah İsra surəsində buyurdu ki, Bismillah və izə qara'ətəl Qur'anə cəalnə beynəkə və beynəl-ləzinə lə yu'minunə bil-əxirəti hicabən məsturan. Ki, deyirsən, Quran oxuyan zaman səninlə axirətə inanmayanlar arasında görünməz bir pərdə çəkərik. Görünməyən pərdə qərar verərik və ayənin təfsirində deyir ki, Peyğəmbər sallallahu Kəbə evində Quran oxuyan zaman, orada namaz qılan zaman, yaxud da cəmaatı dinə dəvət edən zaman bir dəstə müşrik Peyğəmbər sallallahu əziyyət edirdi və Allah burada ki, yəni onunla bu mənada ki, pərdə çəkməklə, həmin o görünməzliyi etməklə onlara mani oldu. Yəni onların işinin qarşısını aldı ki, onlar gözünü görmürlər artıq. Həmçinin Samiri haqqında da Allah təbarək və teala Quranda qeyd edir ki, Taha surəsində ki, Samiri dedi ki, mən İsrail övladlarının görmədiklərini gördüm. Mən o Allah elçisinin əyaq izindən bir omuz götürdüm və onu attım. Təfsirdə də yazırlar ki, yəni Samiri Cəbrail əleyhissalamın yəni atının ləpərini görür və oradan bir oğuz torpaq götürür, onun çanadakı sınmış zinət əşyaların üzərinə atır ki, buzova dönsün. Və yəni yaxud da başqa bir mənada təfsirçilərin demək istədir ki, Samiri rəhimələyini Bəni İsrailin heç kimi görmədiyi bir vəziyyətdə görür. Yəni bu rivayətlərə diqqət edəcək, yəni Allah bəndələrindən biri olaraq yad etdiyi Xızır əleyhissalamın insanlar arasında yaşayıb qalması, cəmaatın da onu görməməsi və tanımamasıdır. Yəni mahiyyət olaraq. Deməli İmam Zaman
Əcələ fərəcəhin məsələsində ki, bunları qeyd elədikdə məqsədimiz budur ki, yəni bu ehtimallar özü də ola bilər. Yəni Qurandan bunlar mümkündür, qeyd olunur. Və eyni zamanda qeybin necəliyi də bir mühüm məsələdir. Ki, məsələn, keçmiş peyğəmbərlərin qeybə çəkilməsindən bəhs edən və İmam Zaman Əcələ fərəcəhin qeybini onlara bənzədən ki, bir neçə hədislər ki var, Musa əleyhissalam, Yusuf əleyhissalam məsələsi kimi ki, və yaxud da İmam Zaman Əcələ fərəcəhin həmçinin də keçmiş peyğəmbərlər kimi o keçmiş, ötüb keçən peyğəmbərlər kimi qeyb həyatı yaşayacağını bəyan edən hədislər. Məsələn, Əbu Bəkr nəql edir ki, Səmi'tu Əbu Abdullah aleyhissalam yaqul, deyir, Peyğəmbər nəvəsi İmam Sadiq əleyhissalam belə dediyini eşitdim. Həqiqətində peyğəmbərlərin qeybə çəkilmə sünnəsi Əhl-i Beytin qailində də baş verəcək. Və yaxud da Muhammed bin Muslim nəql edir ki, İmam Baqir əleyhissalamın yanına daxil olduqda Həzrətlə bu haqda danışmaq istədim qaim haqqında. Ağa özü dedi ki, qaimin 5 peyğəmbərə məxsus olan sünnəsi var, xüsusiyyəti var. Yunus ibn Məttə, Yusuf ibn Yaqub, Musa, İsa və Muhammedə sallallahu aleyhi və aleyhi oxşar cəhətləri var. Ki, deyir, Yusufə də oxşarlığı odur ki, xüsusi insanlardan, hətta qardaşlarından gizli qalsın. Hətta sonra imamın vücudunun görünməməsini dəlalət edən hədislər var. İmam Rıza əleyhissalamdan İmam Əcələ fərəcə barəsində sual sorulur, deyir ki, İmam Zaman Əcələ fərəcənin vücudu görünməyəcək, adı da çəkilməyəcək. Yəni, bu məsələ budur. Və yaxud da Əbdüləzim Həsən deyir ki, İmam Hadi əleyhissalamın yanına daxil oldum və soruşdum ki, qeyb nədir, mənim ağam? Dedi ki, bədəni görünməyəcək və adının çəkilməsi də halal deyil. Yəni, qadağan olacaq. İmam Həsən əleyhissalam Muaviyyə lənətullahla sülhündə də bir dəstə insan imamın yanına gedir, Muaviyyə beyt etməsinə görə o məzəmmət edir. O deyir ki, Allah qaimin təvəllüdünü məxfi saxlayacaq və onu gözlərdən gizlədəcək ki, zuhur etdiyi zaman boynunda kimisə beyəti olmasın. Və yaxud müqbə duasında var. Azizun aleyyə ən ərə əl-xalqa və əntə lə tura. Deyir, insanları görüb, qeybən əzzim, yəni insanları görüb, amma özünün görməməyə mənə çox ağır gəlir, çox çətindir. Və yaxud da başqa bir misal olaraq İmam Mehdi Əcələ fərəcəhin Musa əleyhissalam kimi qorxusunun olduğuna və zühurun imtisalında yaşadığını dəlalət edən hədislər. Ki, ağa yer üzərində olmasaydı qorxusunun da mənası olmazdı. Ki, Əbu Bəkr, yəni də İmam Baqir əleyhissalamın nəql edən bir hədisi var ki, İmam Baqir əleyhissalam buyurur ki, bu işin sahibində, yəni İmam Əcələ fərəcəsində 4 peyğəmbərə məxsus sünnə var. Musa'da, İsa'da, Yusuf'da, Muhammed'də olan sünnələrdir. Aleyhisselam əcməin. Deyir, Musa'da olan sünnəsinə gəldikdə isə onun həyatı üçün qorxması və intizarda olmağıdır. Bu, diqqətə mühüm çəkiləcək bir məsələdir ki, diqqət olunsa çox gözəl olur. Və digəri, yer üzünü istər aşkar, istərsə də qeybdə hüccətsiz qalmamağını dəlalət edən hədislərdir ki, məsələn, Əli əleyhissalamın Kumeyl ibn Ziyada dediyi kəlmədir ki, Allahümmə bələ lə təxlul ardu min qaimi hüccətin, deyir, Allahın hüccətləri və aydın aşkar dəlillər ardın getməsin deyə yer üzü istər zahirdə və tanıyan olsun, istərsə də batində və tanınmayan hüccətlə qiyam edəcək, qaimdə boş qalmayacaq. Və bütün bu faktlar əsaslarla nəticələmə olar ki, İmam Zaman Əcələ fərəcə yer üstündə insanlar arasındadır və qeybi haqqındakı da dediyimiz ehtimallardan sonuncular daha güclüdür ki, mahiyyət olaraq, yəni insanlar arasındadır və gözlə görünmür və yaxud da görünür, amma tanınmır. Yəni, çünki imam bəzən görünmür, bəzən görünür, amma tanınmır ki, mahiyyət olaraq bu cürdür. Və İraqın Samira şəhərindəki əskəri, yəni İmam Hadi ilə İmam Həsən əskəri əleyhissalamın ki, ziyarət edənlər bilir ki, məzarı orada mübarək hərəmi, həmin hərəmin yaxınlığında yeraltı bir məkan var ki, Qeyb Sərdabı adı ilə məşhurdur.
Ki bu bəzi əhl-i sünnə mənbələrində hətta İmamiyyə şiələri İmam Mehdi və Fərəcəhin Sərdabədə yaşamağı, oradan qeybə çəkilməyi və oradan öz şiələrinin məhdəviyyət haqqındakı inanclarını qeyd edirlər, bu haqda məsxərlər edirlər. Hətta İbn Xəldun İmamiyyə şiə etiqadını tənqid edir, yazır ki, şiələr düşünür ki, 12-ci İmamiyyəni Mehdi adlandırdıqları Muhammed bin Əskəri Hillədəki yəni Hillə məntəqəsindəki Sərdaba daxil olub, oradan qeybə çəkilib. Və axır zamanda da qiyam edəcək, yeryüzünə qatını dolduracaq. Bununla bağlı televizyon kitabında Məhdi barəsində gələn hədisə işarə edilir. Şiələr indiyə kimi onun icraatındadır. Bu səbəbdən onları müntəzir adlandırırlar. Onlar hər gecə məğrib namazından sonra Sərdabda dayanır, yanlarında minikləri də var, onu çağırır, zührədə qiyam etməyə səsləyirlər ki, səma ulduzlarla dolsun, sonra geri qaydırlar ki, növbəti gecə ilə gəlsinlər. Bu onların daimi bir adətidir. İndi mahiyyət olaraq ki, bu məsələ ümumiyyətlə şiə mənbələrində ki, imamın qeybə çəkildiyi yer mövzusu var. Yəni, düşünməli olduğumuz ilk məqam budur ki, 5-ci hicri əsrə qədər olan qədim şiə mənbələrində qeyb Sərdabi ilə bağlı heç bir şey rast gəlinmir. Yəni, 2-ci dərəcəli şiə mənbələrində bu yazılır. Hətta deməli belədir ki, Əl-Xərac və Əl-Cərah kitabında Şeyx Ravəndi nəql ki, Mü'təzid, onun elçi yollayır və göstəriş verir ki, biz 3 nəfər Həsən ibn Əlinin evinə getmək üçün gizli şəkildə hərəkət edir. İmam Həsən Əskəri ki, vəfat eləmişdi, şəhadətə qovuşmuşdu. Bunlar qəsdi belə idi, burada yazılır. Deyir, o evdə kimi görsək, başının Mü'təzid üçün kəsməliydik. Deyir, biz verilən göstərişi uyğun şəkildə getdik, Sərdaba daxil oldu və orada dəniz var idi. Onun sonunda geniş bir həsr sərilmişdi. Həsrin üstündə isə xoş simalı bir kişi namaz qıldı, amma bizə fikir vermirdi. Əhməd ibn Abdullah qabağa gedir və suya batır, suyun içində əl qolatır və mən əlimi uzadım, onu xilas etdim. Ki, bu məlumat ki, sənədi baxımından zəifdir. Tarixin mətnində də inadı var. Çünki Mü'təzid hicrətin 279-cu ildə İmam Həsən Əskəri Əsərin şəhadətində 24 il sonra təqribən xilafətə gəlib çıxırdı. Və Sərdabda olan şəxsin də kimliyi açıqlanmır. Suyun üzərində deyir, həsr üstə bir kişi namaz qılırdı. Amma məsələ budur ki, İmam Mehdi Əcəvə Fərəcəhin atası İmam Həsən Əskəri Əsərin şəhadətə qovuşanda 4 ya 5 yaş olub. Düzdür, yəni arada burada deyir ki, bir kişi namaz qılırdı. Və bu məlumat Şeyx Tusinin kitabında nəql olunubdur. Amma Sərdabi və İmam Həsən Əskəri şəhadətindən sonra belə bir hadisənin baş verməsinə də işarə olunmayıbdır. Ki, bu da aydın deyil. Həmçinin İmamiyyə məzhəbinin hədis mənbələrində yekdiliyi ilə bilinir ki, İmam Mehdi Əcəvə Fərəcəh Məkkə şəhərində Kəbə evinin yanında zöhr edəcək. Və İmam qeyb Sərdabından, yəni Sərdabədən zöhr edəcək fikrini şiələrə aid edilməsi mütləq şəkildə yalandır. Yəni, diqqət olması məqamlardan biri də budur. Və şiə məzhəbinin hədis mənbələrində açıq şəkildə deyilir ki, böyük qeyb dövründə heç kimin imamın harada yaşamağından xəbəri yoxdur. Ki, məsələ odur ki, İmam Sadiq Əleyhisselamdan ki, hədis gəlir ki, qaimin 2 qeybi var, onlardan biri qısa, digər uzun. Birinci qeyb dövründə xüsusi şiələrdən başqa heç kim bilməyəcək, o birisində isə ona yaxın olan xüsusi şiələrdən başqa heç kim onu bilməyəcək. Mühəqqiq Ərdəbili rəhmətullah əleyhdə bu haqda qeyd edir ki, deyir, İmam Zaman Əcəvə Fərəcəhin dini olmasına etiqad bəsləyən şəxslər onun Sərdabda yaşadığını demirlər. Onlar iddia edirlər ki, o sağdır və yer üzünə gəlib gedir. Yəni, mərhum Şeyx Erbili bu haqda Kəşf-ül Himmədə buyur qeyd edir. Bəzi hədislərdə deyilir ki, İmam əleyhissalam insanların arasındadır. Ancaq onlar onu nə görür, nə də tanıyırlar. Ola bilsin ki, bu kimi iftiraları, fitnələrin kökü, Gəncə Şafii kimi bəzi müəlliflər İmam Mehdi illərlə Sərdabda at susuz necə yaxşıyır kimi şübhələri cavablandırarkən öz düşüncələrini Məhdəviyyət inancını müdafiə edib, onun həyatını İsa Aleyhisselamın həyatına bənzətmələrindən qaynaqlanıb ki, nəticədə bəziləri də belə bir miradlar tutublar. Amma təbii ki, diqqət etmək lazımdır ki, Gəncə Şafii Əhl-i-Sünnə məzhəbinin alimidir və onun şiə və şiə düşüncəsi ilə konkret olaraq əlaqəsi yoxdur və onun dedikləri də şiə üçün hüccət sayılmır ki, onu bir kimsə dəlil kimi götürüb, yaxud da irad kimi götürüb etiraz etsin.
Və həmçinin də İbn Xaldunun dediyi o söz gülüncdür ki, Sərdabənin ətrafında bəs şiələr yığılırlar, bəs orada toplaşırlar, minik qoyurlar ki, imam çıxsın Sərdabənin içindən və onu mindirsinlər, minirlər, aparsınlar qiyam edəsinlər. Gecənin bir qismini qalırlar, sonra təzdən qayıdıb gedirlər, səhər bir də gəlirlər. Təbii ki, bu ittiham və boş bir böhtandır ki, burada heç bir şiə normalda belə bir şey eləmir, belə bir şey də olmayıb. Sadəcə ora gedib, ziyarət edib, orada dua ediblər. Və əksində Samira şəhərinin əhalisinin əksəriyyəti, yəni əhl-i-sünnə ardıcılardır. Yəni çoxluq budur, həqiqət budur, hal-hazırda da belədir. Belə bir iddianın doğru və yaxud da yalan olduğunu onlardan soruşmaqla asan şəkildə danışmaq və yaxud da dəqiqləşdirmək də mümkündür. Yəni ona görə də İbn Xaldun ki, bunu nəql edərkən öz kitabını başqa bir yerdə şiələrin bu hərəkətini Hillə şəhərinin şiələrini İslamda nəql etdiyini deyir. Halbuki ondan başqa heç kim Hillə şəhərində Sərdabənin olmağını da iddia etməyibdir. Velhamdülillah Rabbil aləm.